Balakan rayonunda 17 yaşlı qızın oğurlanmasının təfərrüatları məlum olub. Yeni Sabahın əldə etdiyi məlumata görə hadisə rayonun kəndlərindən birində baş verib. 50 yaşlı Samir Rəhimov bir müddət öncə xarici ölkədən kəndlərinə qayıdıb və hadisəni törədib. Kəndə gəldim, bilirdim qız harada yaşayır, izlədim onu. Taksiyə oturub çıxdılar. Yolda maşını saxlatdım. Qızı mindirdim öz maşınıma. Qohumumun bir yarımtikili binası var idi, ora apardım. Orada gizlətdim. Daha sonra polislər gəldi, Samir Rəhimov qeyd edib. Başqa saxlanılan şəxs Toğrul Səmədli isə deyib ki, oğurluğu Samir Rəhimovla birlikdə planlaşdırıb. Qohumum Samirlə birlikdə əvvəlcədən planlaşdırdıq. Samirə qız qaçıracaqdıq. Sonra qızın evini izlədik, maşına minəndə onun arxasınca düşüb maşının qabağını kəsdik. Qızı öz maşınımıza mindirib apardıq. Əlavə edək ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb ediliblər. Zərər çəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.